Simpoziumumuzda şəhər salma ilə bağlı idman infrastrukturunun və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində mövzular müzakirə ediləcək. Bilirik ki, müasir şəhər mühitində insanların fiziki fəallığının artırılması, idman infrastrukturunun əlçatan olunması və sağlam cəmiyyətin formalaşdırılması aktual mövzulardan biridir. Simpoziumumuzda xarici universitetlərdən professor müəllim heyətləri iştirak edir. Çexiya Universitetindən, Qazaxıstan, Türkiyə Universitetindən və inanırıq ki, simpoziumumuzun çərçivəsində müzakirə olunan mövzular yeni yanaşmaların yaranmasına imkan yaradacaq. WUF'la birlikte alakalı olarak tam da en doğru ve uygun, anlamlı bir zamanda yapılıyor aslında. Çünkü kentlerimiz çok hızlı gelişiyor. Bu gelişimle birlikte de bizim fiziksel aktiviteyi daha çok pekiştirmemiz gereken, bunu daha çok insanlara, herkesi içine alacak şekilde, inklusif bir şekilde yapmamız gerekiyor. Czech Republic, from Charles University, from Çexiyanın Karlov Universitetinin Fizioterapiya kafedrasından fəlsəfə doktoruyam. Şəhər mühitində idman, fiziki fəallıq və idman imkanlarının inkişafı adlı beynəlxalq elmi simpoziuma dəvət olunmuşam. Burada olmaqdan çox şadam. Ümid edirəm ki, bu simpoziumdan əldə olunan nəticələr şəhər mühitinə müsbət təsir edəcək.